Kökdə nədir? Bə hərfindən, sad hərfindən və ra hərfindən nədir? İbarətdir və sifətdir. Niyə görə sifətdir? Çünki ərəb dilində qeyri-müəyyənlikdə olan isimdən sonra gələn nitq hissəsi sifət olur. Bu fi zulümətində qeyri-müəyyənlikdə olduğuna görə lə yubsirunə sifət olacaq. Amma baxmayaraq ki, lə yubsirunə nədir? Bizdə feildir. Ərəb dilinin qayda qanunlarına uyğun olaraq belə verilir. Summum, bukmun, umyun, fəhum lə yərciun. Demək, onlar kar, demək, lal, kar, kordurlar. Beləliklə, onlar geriyə qayıda bilməzlər. Burada summun, demək, kardırlar. Hum, onlar məhzuf mübtədasının xəbəridir. Yəni, burada məhzuf olunmuş, demək, hum var idi bir dənə, o atılıb və bunun, yəni hum summun idi əslində, amma hum burada göstərilməyib. Demək, bu xəbərdir. Nəyin xəbəridir? Humun xəbəridir. Sonra summun özü isə nədir? Sifətdir. Kardırlar. Necə nəcirdir? Kardırlar. Bu nitq hissəsi kimi nədir? Sifətdir. Adlı halındadır və qeyri-müəyyənlikdədir. Bukmun, laldırlar. Bu da sifətdir. Qeyri-müəyyənlikdədir və adlı halındadır. İkinci xəbərdir. Burada bir şey demədim ki, bu birinci xəbərdir. Bukmun isə ikinci xəbərdir. Umyun, kordurlar. Üçüncü xəbərdir. Nədirlər?